Salam, özünüzü təqdim edə bilərsiniz? Mənim Abbas Quluzadə, nəzakət, zabit, kapitan Abbas Quluzadə, Əli Balağoğlu'nun anasıyam. Şəhidimiz haqqında məlumat verərdiniz, zəhmət olmasa. Şəhid 1986 ildə sentyabr ayında Binəqədir ayında anadan olub. O 2 yaşında olarkən atasını vəfat edib və onu tək saxlamışam. Orta məktəbə Pişəvəri adına liseydə oxuyub, buranı bitirdikdən sonra Naxçıvanski adına hərbi liseydə oxuyub, sonra 7 il hərbi akademiyada Heydər Əliyev, öndərimiz Heydər Əliyev adına hərbi akademiyanı oxuyub qutarıb. Sonra oranı da bitirdikdən sonra ən ağır döyüşlərdə Füzuliyə, cəbhə bölgəsinə göndərirlər. Oradan 2 kəndi alıb. Sonra oradan Bərdə, Beyləqan, Murovdağ, Ağcabədi, oralarda 7 ilə yaxındır ki, döyüşlərdə olub. Və vətən tapşırığını yerinə yetirərkən qəzaya uğradı. 2020-ci ildə. Bu qədər. Bunu saxla, indi növbəti sual. Susmuşam. Çünki təmannasız özüm, öz sevgimlə çıxmışam bu yola. Və ətrafımda olanlar da mənim kimi vətəninə, dövlətinə sadiq olan insanlardır. Biz bu yola çıxanda bir anmışdık. Şəhidlərin bizə verdiyi birliyi qoruyub gələcək nəslə ötürük. Ancaq gəlin görək, 44 yeni vətən müharibəsindən sonra o birlik qalmır. Məktəblərdə şagirdlər müəllimləri işləyir. Təhsildə vəziyyət nə yerdədir, onu hər kəs bilir. Niyə? Məktəblərdə vətənpərvərlik mövzusunda şeirlər, hekayələr, şəhid valideynlərini çağırırlar, qaziləri, müharibə veteranlarını çağırıb, ayda heç olmasa 2 dəfə məktəbdə böyük bir salda o uşaqlarla böyük görüşlər keçirlər. Bəs bugün biz bu birliyi necə qoyacağıq? TikTok'a çıxırıq, TikTok'da bir dənə baxırsan ki, sözünü bilməyən, heç bir hərifi tanımayan, nəsə çıxıb orada özünü göstərir, bir söz deyirsən, TikTok partlayır. Bir like-lar gəlir ki, gəl görəsən, ancaq hansısa bir vətənpərvər çıxıb oradan çıxış edəyəndə, hansısa bir şəhid haqqında paylaşım edəyəndə, bir qazinin haqqında, onun qəhrəmanlığına danışanda 5 nəfər, 10 nəfər, 15 nəfər olur. Niyə? Bəs bizim gələcəyimiz, biz gələcəyə nə ödəyəcək? O halde bəzi adamlar gəlmirlər, yəni tərcihləri başqa tədbirlərdir. Mən yenə deyirəm, mən şəhidlərimi üzrəyirəm, vallahi deyirəm, bax, burada şəhidlərimiz vardır ki, onları mən səsləndirdim şeirlərini, ölsə onların hansı burada iştirak etmidir, valideynləri iştirak etmidir. Yəni, təbii ki, yəni o yəqin ki, üzrün səbəbləri var. Amma ki, baxın, mən baxıram da bəzi tədbirlərdə adamlar anışlar olur, yəni o vətən və ana, ikisi bizim üçün əzizdir. Anamızdan da doğmadır vətən. Mən də bir veteran anası olaraq öz xalqımın dəyərincə nə qədər deyir, canımda can var, nəfəsim gəlir, bu vətən uğrunda şəhid olmuş analarımızın qarşısında baş əyirəm, nə qədər canımda sağlıq var, analarımızın qabağını tədbirlərdə iştirak edəcəm. Sağ olsun Ülviyə xanım, Arif bəy, Elman bəy, sənin xüsusi zəhmətin çoxdur ki, bu gözəl anaları sevindirirsən, təskinlik verirsən, gözəl necə deyərlər, şeirlərinlə. Mən də əlimdən nə gəlir, ancaq sizi öz mahnılarımla ovutmaq. Allah yenə də deyirəm, sizə səbir versin, şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə də şəfalar diləyirəm. Sücətli olur, xanım İsmail qızı, Kaman, ithaf olunur şəhidlərimizin ruhuna.
düğün arasında. Harda kaldın gelmedi, sevirem değildin. Yerim bile yazılı bəxtim. Harda kaldın gelmedi, sevirem değildin. Yerim bile yazılı bəxtim. Özünə dost bildi. Arif müəllimi, Ülviyə xanımı, Elnara xanımı təşrif edənlər. Ülviyə Elnara xanım bizə gələ ki, belə bir təklif var, dedim, mən orada özümə poz verdim, burada iştirak eləməyi. Buyurun. Kimi bu dünyanın işini çıxartdı, kimi 5-10 illik qardaşlık etdi. Oba qeyrətli, o mərd oğullar necə ürəklərdə tüməşlik etdi. Can var kefin içində, can var xəstədir. Adam var hazırdır, Napiyon üstədir. Qurbanı olduğum Allah istədi, Fironlar nökərə diz çökdük etdi. Boğazlarda qaldı dünyanın varı. Kimə qaçaq oldu gül oğuzları, məğrur kişiləri, dağ ataları. Oğul həsrəti ilə qəm çəkdi getdi. Əfqan oğlu dərdi kiminlə bölüm, quruyub çayların çatatıb gölün. Qəflətdən xəbərsiz yönəlmiş ölüm, ürəklər şundalı, silmişdi getdi. Ürəklər şundalı, silmişdi getdi. Allah rəhmətə şəhidlərimizə, valideyn məqamlarımıza. Düzdür, hər mövzuda yazılan şeirlərə mən zaten ürək qoyuram, amma vətənpərvərlik mövzusunda yazılan şeylərə xüsusilə diqqət göstərirəm və belə deyək də, düşünürəm ki, nə görəsən, yəni bunu biz publika dedik, ən azından o necə olmalıdır, onun sözləri, onun mənası, mən həmişə şeir yazanda 11 nəfər alim var ki, mən o şeyləri göndərdim ona. O ürək verəndən sonra mən o şeyləri ya səsləndirirəm, ya da ki, olar. Yəni, bütün şeyləri çünki göndərirəm ki, onlar o qiymət versin. Ola bilər, mənim hamısını nöqsan ola bilər. O nöqsanları da aradan qaldırıb tədbir edirlər. İnşallah şiir verəcək. Deyil. Gecə yatmayıblar, öyrənirlər. Gözü ağlar, sinəsi yarar ağlar. Siz ağlarında ağlara dursun şeytansın. Qara saçları məndən, ağarkən kədərdən. Qulundan vətənərdən dursun şeytansın. Şeytanın ruhu cənnətdədir sıralı. Təsəllət ilahi dursun şeytansın. Bilirsən şəhid Abbas Qulzadə əlinin həsr olunmuş şeiri sizə təqdim edirəm. Kiçik yaşlarından hərbiçi olmaq əlinin ən böyük arzusu idi. Xalqa arxa çıxıb qeydilərdə almaq onun gülləsindən süzüb gəlirdi. Kapitan əlinin yoxdur qorxusu, döyüşdü öndə igidlər kimi. Əşə çəkilmişdi onun yuxusu, ona güc verirdi qələbə əzmi. Şəhidlik şərbətini içən şeydi. Anım təssilmişdi doğma vətənim. Qarabağ bizimdir deyənə gedim. Xalqın da heç zaman unutmaz səni. Ama sən şəhidlərdən odur. Biz istəyirəm ki, bu şeir yazmanın adını çəkib, deməli, Aləmzər var. Çox təşəkkür edirəm. Başında durdum, dumandan özümə bir xeymə vurdum. Keçsiz hayalımdan öz gözəl oldu. Dumanlar başında dastana döndüm, dastana döndüm. Deyirəm yaxşıdır, insan səndan özəl vətən yaxşıdır.
gerçek könül dastana döndü, dastana döndü. Allah cəmşətlərinizə qədərlərini sağ çeyrək. İtib həyata marağım, anadır bugün qonağım. Oğluma süfrə açmışam. Tutub ağzı diləklərdən, çay dəmlədim çiçəklərdən. O istəyən yeməklərdən, oğluma süfrə açmışam. Gəlib başıma tac olar, dərdlərimə də əlac olar. Baxma, baxma birdən az olar, oğluma süfrə açmışam. Cənnət nemətlərlə doludur, bilirəm oğul. Şəhidlik haqqın yoludur. Əlimdən gələn təkcə budur. Oğluma süfrə açmışam. Ruhu məni göydən görür, bilirəm. Sanki mənə salam deyir, bilirəm. Evdəkilər hamı bilir. Oğluma süfrə açmışam. Değerli dostlarım, bacılarım, hamınızı salamlayıram. Mənim dəyərli balam, Elvan balam, Allah səvar eləsin. Sizin kollektiniz sağ olsun. Allah şəhid sevərləri sevsin. Həqiqətən bu 5 ildə siz bizi yanımızdasınız. Təmənnasız daim bizi analara əzizləyib, ana deyib, başınızdan, əlinizdən öpürsünüz. Nuriyə xanım, Allah səvar eləsin. Allah da sənin balonun dərdin üstündən görsün, rəhm eləsin. Gözəl qızım, hamınız Allah var eləsin, mənim dəyərli bacılarım. Allah hamınızın balalarının yeri cənnət eləsin. Elmi deyən dilim var olsun. Elminin anası qurban olsun, cəmşət. Allah şükran eləsin, daim səsiniz Şəhid Elvin Abbasoğlu qafiyyəsinə həsr olunmuş Elvin kimi şəhidin var şeirini sizin diqqətinizi çatdırdım. Oğul dağıdır həsrətim, barı olmadı qismətim. Unutma qovuşan, kəlməsi vətən danışan, döyüşlərdə mərd vuruşan Elvin kimi şəhidim var. Torpağa canlı verən, kürəyini yanını verən, son damla qanını verən Elvin kimi şəhidim var. Şəhidlər ölməz, vətən bölünməz. Şəhid ailələri həqiqətən ağrını, acını və qüruru eyni anda daşıyır. Bu çox ağrılı və çox acılıdır həqiqətən. Torpaq şəhidlərimizin qanı ilə sulanıb. Şəhidlərimiz olmasaydı, qazilərimiz olmasaydı, bugünkü gündə biz rahat yaşamazdıq, istəyir ətamızda rahat yatmazdıq. Bunların hamısı şəhidlərimizin, qazilərimizin sayəsindədir. Ona görə də ömrümüzün sonuna kimi onlara borcluyuq. Allah rəhmət eləsin. Qarabağ Azərbaycandır.